Binə qəsəbəsində qanunsuz tikinti işləri aparılır. Xalq onlayna daxil olan məlumata görə Suraxanı rayonu Binə qəsəbəsi Məmməd Zamanlı küçəsində hasara alınmış ərazidə qanunsuz qazıntı və söküntü işləri aparıldığı müşahidə olunur. Həmin ünvanda ağır texnikalarla qazıntı və söküntü işləri aparılaraq tikintiyə hazırlıq həyata keçirilir. Qeyd olunan ünvanın hasara alınmış ərazidə hər hansı bir tikinti işlərinin aparılması ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq bazasında heç bir məlumat yoxdur. Rəsmi heç bir icazə alınmadan görülən işlərlə bağlı Suraxanı rayon icra hakimiyyətindən razılıq əsasında işlərin aparıldığı iddia olunur. Qeyd edək ki, ərazidə qazıntı işlərinin yük avtomobilləri ilə və tikinti materiallarının gətirilməsində qadağan olunmuş saatlarda həyata keçirildiyinə dair iddialar da var. Bu qanunsuz işlərin görülməsi isə hansı məmur tərəfindən icazənin verildiyi müəmmalı olaraq qalır. Məsələ ilə bağlı qurumlardan heç bir açıqlama almaq mümkün olmadı. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Onu da qeyd edək ki, Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyevdir.